bəy, siz Türkiyə-Azərbaycan dostluğunda öz töhfəsini verən insanlardan birisiniz. Bəli. Bu istiqamətdə istəyərdik. Mən 2023-cü il fevralın 6-sında qardaş Türkiyədə zəlzələ oldu. Ondan sonra mart ayında Türkiyəyə getdim. Cumhuriyyətində orada qardaşlıq yardımımı göstərdim. Orada 3 dənə şəhərdə oldum. Qəhrəmanmaraş, Osmaniya, İstanbulda. Orada yaralılara yardım etdim. Xəstəxanalarda ziyarət etdim. Öz qardaşlıq yardımımı getdim. Sonra məni orada Tempo televiziyasına dəvət elədilər. Mənim barəmdə qəzetlər, məqalələr çap olundu. İndi Türkiyə televiziyasının, Tempo televiziyasının aparıcısı, müğənni Osman Öztekin Azərbaycanda dəvətimizlə qonaq gəlib. Burada tədbirlərdə iştirak edəcək, konsertlər verəcək. Allah Azərbaycan-Türkiyə münasibətlərini, qardaşlığını əbədi eləsin. Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Qarşıda hansı planlarınız var? Qarşıda planlarımız, mən vətənpərvər mövzuda şeirlər yazıram. Şəhidlərimizə, qəhrəmanlarımıza aid, vətənimizə aid şeirlər yazıram. Onları müxtəlif ədəb-bədii tədbirlərdə səsləndirirəm. Sonra şəhidlərin anım günündə, müxtəlif dövlət tədbirlərində, bildiyiniz kimi mənim şeirlərim müxtəlif qəzetlərdə, jurnallarda, Türkiyə televiziyasından əlavə də Türkiyə qəzetlərində çap olunub. Orada Türkiyə-Azərbaycan qardaşlığına mən də bir öz töhfəmi vermişəm. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyev 20-ci əsrin sonunda demişdir ki, Türkiyə-Azərbaycan bir millət, iki dövlət. Cənab Ali Başkomandan İlham Əliyev də 21-ci əsrin əvvəlində demişdir ki, Türkiyə-Azərbaycan bir millət, iki dövlət, əlavə də bir yumruq. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olsun. Bu qardaşlıq bütün dünyaya töhfə verir ki, Türkiyə-Azərbaycan həm bir yerdədirlər, bütün ağrılı, acılı, sevincli günlərində də bir yerdədirlər və əbədi inşallah da bir yerdə olsunlar. Bu gözəl missiyanın yerinə yetirilməsində qarşıda sizə uğurlar arzulayıram. Çox sağ olun, minnətdarım. Təşəkkür.